Demək, biz İmam Qazalinin Kimya Əxlaq əsərində ticarətdə dinini qorumaq bölməsini oxuyurduq. Üçüncü ehtiyat deyə bir alt başlıq var. Dünya işləri axirət işlərinə mane olmamalıdır. Axirət üçün ticarət yerləri məscidlərdir. Axirət üçün ticarət yerləri məscidlərdir. Allah Taala buyurur: "Mallarınız və uşaqlarınız Allah Taala'nı xatırlamanıza mane olmasın." Bu demək Münafiqin surəsində keçir. Mallarınız və uşaqlarınız Allahı Taala'nı xatırlanmaqdan sizi əngəlləməsin, mane olmasın buyurur. Yoxsa ziyana düşərsiniz. Həzrət Ömər radiyallahu anh buyurur: "Ey tacirlər, əvvəl axirət ruzisini qazanın, sonra dünya ruzisinə çalışın." Böyüklərimizin adəti səhər axşam axirət üçün çalışmaqdır. Ya məscidlərdə dayanıb ibadət və zikirlə məşğul olar, ya da elm məclislərində oturardılar. Kəllə kababı və səhər şorbası kimi şeyləri uşaqlar və zimmilər satardı. Söhbət 12-ci əsrdən gedir. Bu sətirlər eyni zamanda bizə o dövrün sosial strukturunu da göstərir. Çünki o vaxtlar müsəlmanlar məscidlərdə olurdular. Hədisdə buyurulur: "Mələklər insanların əməl dəftərini apardıqları zaman günün əvvəlində və sonunda yaxşı işlər görmüşlərsə, ikisi arasında edilənləri ona bağışlayar." Yenə buyurdu: "Gündüz və gecə mələkləri gedib gələrkən bir-biri ilə qarşılaşdıqda Haqq Taala deyər: Qullarımı necə tərk etdiniz, necə qoyub getdiniz? Onlar buyurar: Ya Rabbi, namazda gördük, namaz qılarkən tərk etdik buyururlar. Allah Taala da şahid olun, onları bağışladım." Bu Buxarı və Müslimdə keçən hədisdir. Yəni axşam və səhər. Burada bir haşiyə çıxım. Demək, səhər namazı olur. Səhər namazından günorta namazına qədər heç bir fərz namazı yoxdur. Heç bir ibadət yoxdur. Nafilə ibadətlər ola bilər də orada. Demək, hardasa 5-dən 1-ə qədər. 7-8 saatlıq bir zaman dilimində heç bir fərz ibadət yoxdur. Bu onu göstərir ki, bizə, yəni sabah namazını qıldın, zikirvi, dua elədin, 1 saat ibadətlə, zikirlə məşğul olun, ondan sonra artıq günorta namazına qədər dünya işi ilə, ticarətlə məşğul ola bilərsən. Artıq günortadan sonra yavaş-yavaş ibadətlərin sıxlığı və sayı artır və həmin vaxtı sənin ticarət və biznesi də azaltmağın lazımdır. Müsəlman tacirlər, sənət sahibləri gündüzləri də azan səsini eşitdikdə işini dərhal buraxıb məscidə qaçmalıdır. Böyüklərimiz demək deyir ki, o şəxslər ki, nə ticarət, nə alış-veriş onları Allah'a zikr eləməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Demək, nə ticarət, nə də alış-veriş. Bəzən insanlar o qədər ticarətlə, alış-verişlə, bizneslə, dərslə, məşğul olurlar ki, onlar namazı gedişdirirlər, ərtəliyirlər, bəzən cüməyə gəlmirlər və ya nədir, zəkat verməkdən. O qədər pul dövr eləyim, falan işə yatırım deyə pullarının zəkatını vermirlər, o pulla həccə getmirlər. Niyə? O biznesi o qədər onların başını qatır, o biznesi böyütmək, daha da inkişaf etdirmək, o sevgisi, istəyi onları bu ibadətləri yerinə yetirməkdən mane olur. Deyir ki, böyüklərimiz bu ayənin mənasını verərkən deyirlər ki, elə dəmirçilər vardır ki, dəmir döyərkən azan oxunduqda, əgər çəkici qaldırmışlarsa, dəmirə vurmazlar. Qaldırır ki, vursun dəmiri, baxır ki, azan oxuyur, saxlayır, vurmur. Və deyir ki, demək, və dəmir vurmaz, namaza qasardılar. Elə dərzilər vardır ki, iynəni parsaya taxdığı zaman azan oxunsaydı, o halda buraxıb cəmaata qasardılar. Yəni, bu əslində bizim bizneslə, ticarətlə, dünya fəaliyyəti ilə, ruzi ilə məşğul olduqda, bunun Allah üçün olmasının, eyni zamanda burada Allahın hökmlərinə riayət eləməyimizin əlamətlərindən birisi odur ki, bu işlərlə məşğul olarkən Allahın əmirlərini, fərzləri, ibadətləri, halalları, belə deyək, ön sıralarda prioritet olaraq saxlayırıq. Əgər biz günorta namazını və digər namazları günün son vaxta saxlayırıqsa, demək ki, bizim prioritetimiz, bizim birinci sıraya qoyduğumuz ibadətlər deyil. Artıq ticarətdir, dünya həyatıdır. Bu məndə də yaşanır. Çox adamda bir dənə bu işi bitirim, bir dənə bunu da yazım, bir dənə bunu da edeyim deyə bir də baxsan ki, namazın sonlarına gəlmirsən. Bu çox təhlükəlidir. Çünki bu adət halına əmələ gəlir artıq. Bir yerdən sonra namaz sənin üçün önəmsizləşir. Ticarət, dünya sənin üçün daha önəmli hala gəlir. Çünki bu faktdır da bu. Əgər sən namazı sona saxlayıb deyirsən işlərini bitirimsə, demək ki, sən işini daha çox önəmsəyirsən. Və əmin olun ki, həqiqətən
biz orada işimizi saxlayıb, ibadətimizi icra eləsək, həm ibadətdən çox böyük bir mənəvi zövq alaraq, həm Allah Taala onun əmrimizə göstərdiyimiz hörmət və ehtiramın münasibəti ilə bizim qəlbimizə bir mənəvi şirinlik, iman şirinliyi qoyar. Həm də bizim o işimizə bərəkət verər. Həm də o işimizi daha da asanlaşdırar. Əgər namazdan əvvəl onu eləsəydik, 1-2 saat eləyəcəyimiz təqdirdə namazı qılıb daha sonra eləsək, Allah Taala'nın verdiyi bir bərəkətlə bəlkə də daha qısa müddətdə onu aradan qaldırmış olaraq. Həqiqətən bu çox önəmlidir. Yəni biz dünya həyatı, dünya işlərimiz və ibadətlər, yəni Allahın əmrləri. Burada birinci, ikinci sıraya nəyi qoyuruq? Daha öncül, daha prioritet, daha belə deyək də önəm verdiyimiz, bir dənə namaz gəldi, tez namazı qılım, yoxsa bir dənə bu işləri görüm, hansı bizim daha çox narahat edir? Bu bizim həm mənəvi aləmlərimizi qoruyur. Çünki ticarətdə dini qorumaq çox çətin məsələdir. Allah Teala Quran-ı nə buyurur? Deyir ki, alış-veriş və dünya işləri onları Allahı anmaqdan yayındırmaz. Əsl möminlər də onlardılar. Yəni, əsl mömin o deyil ki, otursun evində, dağın başında, bir məsciddə, mədrəsədə bütün zikr eləsin. Bunu hamı eləyər. Yəni, əsl mömin odur ki, dünya işlərinin, ticarətin içərisində onu axirətdən uzaqlaşdırmağa çalışan bir şeytanın və nəfsin olduğu bir yerdə dinini qoruyur. Ona görə ticarət və belə demək, biznes və dünya həyatında, dünya işlərində biz əgər özümüzü qorumaq istəyiriksə, dinimizi qorumaq, haramlardan uzaq durmaq, Allahla əlaqələrimizi və münasibətimizi sağlam tutmaq, eyni zamanda ticarətimizi halal şəkildə eləmək, haram qarışmağını istəmiriksə, necə olur bu haram qarışmaq? Bir yerdən sonra artıq din sənin üçün önəmsizləşir və artıq sən ticarətdə haram şeylər də sənin üçün önəmsizləşir. Tamam, bunu da belə eləyək, bunu da belə eləyək deyirsən. Əgər biz istəyiriksə bu həssaslığımız qalsın ticarətdə, onda ticarət və dünya biznes işlərimizdə, həyatımızda ibadətləri və dini birinci sırada, hər zaman birinci sırada qoyacağıq. Günlük ibadətlər, vaxtında qılacaq, zikirlər, Quran oxumaq və digər məşğuliyyətlərdə. Təbii ki, burada namaz kifayət deyil. Namazı girən kimi vaxtında qılsaq, hər şey yer və yerində, sünnəti filan, biz özümüzü qaranti eləmiş oluruq.